Esselamu Aleyküm izləyicilər. Bu video dəstə kəf hərfi haqqında məlumat verəcəm. Ərəb əlifbasının 22-ci hərfi kəf hərfidir. Bu hərf dilin kökündən ortasına doğru olan hissəsini yuxarı damağa toxundurmaqla tələffüz edilir. Azərbaycan dilində olan k səsinin oxşarı və incə formasıdır. Səslənməsindən nəzər salaq. Kəf, kəf. Bəzi insanlar bu hərfi k səsi kimi oxuyur. Bu yanlışdır. Yəni Azərbaycan dilində olan məsələn kran sözündəki k hərfi kimi oxumalısınız. Ekranda kəf hərfinin müstəqil, yəni sərbəst forması, kəlmənin əvvəlində, ortasında və sonunda yazış forması əks olunub. Gəlin praktiki olaraq yazmağa çalışaq. İlk öncə müstəqil formasını yazmağa çalışaq. Deməli, yuxarıdan aşağıya doğru düz xətt çəkirik. Daha sonra sola doğru çəkib biraz da qatlayırıq və içində kəf hərfinin işarəsini qoyuruq. Yəni kəf hərfinin kiçik simvolunu çəkirik içərisində. Yəni ərəb dilində özündən sonra birləşməyən 6 hərf vardır ki, yəni bu hərfdən sonra gələrsə müstəqil, yəni sərbəst formada bu formada yazılır. Kəlmənin əvvəlində yazışına nəzər salaq. Kəlmənin əvvəlində bu formada yazılır. Kəlmənin ortasında isə sağ tərəfdən, yəni hər iki tərəfdən çıxıntı qoyulur. Sağ tərəfdən birinci çıxıntı qoyuruq. Daha sonra yuxarıya doğru. Daha sonra sol tərəfə çıxıntı qoyuruq. Yəni hər iki tərəfi açıq olur. Kəlmə əvvəlində isə təbii ki, ancaq sol tərəfi açıq olur ki, çünki ərəb dilində hərflər sağdan sola doğru yazılır. Təbii ki, sol tərəf ona görə açıq olur ki, özündən sonra hər hansı bir hərfə birləşsin deyə. Kəlmənin ortasında isə hər iki tərəfdən, yəni həm özündən, həm də özündən sonra hər hansı bir hərfə birləşsin deyə hər iki tərəfi açıq olur. Kəlmənin sonunda isə müstəqil formasına sağ tərəfdən çıxıntı verməklə yaza bilərsiniz. Deməli, çıxıntı qoyuruq, yuxarıya doğru çəkdik, daha sonra sol tərəfə düz xətt çəkib qatlayırıq və içərisində kəf hərfinin kiçik simvolunu, işarəsini yazırıq. Bu daha çox kəlmənin əvvəlində olan versiyasına bənzəyir. Bəziləri burada kiçik həmzə işarəsini də qoyur, yəni bu hissədə. Yəni bu formada işarə qoyanlar da var. Amma inşallah ki, bildiyim qədərilə yəni bu doğru deyildir. Yəni kəf hərfinin içində yalnızca kəf hərfinin kiçik yəni simvolunu qoyuruq. Belə siz də bu hərfin müxtəlif yazı formalarını ən azı bir sətir yazıb praktik edin. Çünki yazmaq zeynində bunların daha yaxşı qalmasına səbəb olacaqdır inşallah. Bu qədər. Esselamu Aleyküm.